Səidə Dadaşova. Mən də gördüm. Səidə Dadaşovanın həyat yoldaşının birinci ailəsi olub, uşağı var, oğlu. Bilmirəm uşaqları da, amma mən bilirəm ki, o da Səidə xanımla münasibətləri çox yaxşıdır. Get-gəlləri var bir-birlərinə. Və Səidə xanım mən gördüm sosial şəbəkədə oğulluğunu belə deyim də, amma Səidə xanım ona oğlum deyir. Mən Səidə xanımın xətrini çox istəyirəm. Doğrudan da hər şeyin yerin bilən bir xanımdır. Gör kimin qızıdır. Karfiyimiz. Rafael Dadaşovun qızı. Müğənni Səidə Dadaşov ilk dəfə olaraq oğlu Osmanı efirə çıxarıb. Bəli, olaylar yazıb da, yəni verilişdə Xəzər axşam verilişində yaşanıb hadisələr. Səidə bildirib ki, Osman həyat yoldaşı Məhəmmədin Maqa. Axı Maqa deyilir onun həyat yoldaşına. Maqanın birinci nigahından olan övladıdır. Bu uşağın yaraşığı onun başına bəladır. O elə Osman kimi də Osmandır. Səidə Dadaşova deyir, o mənim həyat yoldaşım birinci xanımın övladıdır. Osman mənimlə çalışır. Yəni getdiyim məkanlarda o hər zaman yanımda olur. Oğlum Rafael ilə münasibət çox ayladır. Onlar bir-biri ilə nəfəs alırlar. Səidə xanımın övladının adı Rafaeldir. Bəli, mən də gördüm Osmanı dəvət etdilər studiyaya. Doğrudan da üzündə bir gözəl təbəssüm var idi. Çox gözəl bir təbəssüm var idi oğlunun. Mən 49 saylı orta məktəbin 8-ci sinifində təhsil alıram, Osman deyib. Sizin efir vasitəsilə sinif yoldaşlarıma salamımı çatdırıram. Məqamdan istifadə edib. Onlar hazırda ekran qarşısında oturub bizi izləyir, Osman bildirilib. Bəli, Səidə xanım, Allah sizin ürəyini versin. Elə Osmanın anasının da ürəyini versin ki, görsən ki, şərait yaradır, o da şərait yaradır. Siz də şərait yaradırsınız ki, uşaqlar, qardaş, bacılar, yəni o birinci həyat yoldaşından olan uşaq və sizin oğlunuz, iki qardaş bir-birinə mehriban olsun. Bir-birlərinin yanında olsun. Bu, analar tərəfindən ən yaxşı bir addımdır.